Vəfat etmiş insanın qəbri üstündə və yaxud onun yas məclisində Qurani-Kərimin oxunub-oxunmaması haqqında İslam alimlərinin fikirləri müxtəlifdir. Qısa olaraq onu bildirmək olar ki, Qurani-Kərim bir neçə natəmiz yer istisna olmaqla istənilən yerdə oxuna bilər, həmçinin məzarlıqda da oxuna bilər, digər yerlərdə də oxuna bilər. Sadəcə uyğun yer olmalıdır ki, insanların narahat olmamasına görə və yaxud da natəmiz yer olmasın. Bu şərtlər daxilində Qurani-Kərimin ərəb dilində oxunması və yaxud da tərcüməsinin oxunmasında heç bir qəbahət yoxdur. Məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, bəziləri belə qəbul edir ki, güya ki, Quranı oxuyurlar ki, ölü eşitsin və ölü də dünyasını dəyişib, ona görə eşitmir və bunu da oxumağın mənası yoxdur. Qeyd edim ki, bu düzgün fikir deyil, bu populist bir fikirdir. Əslində heç kəs Quranı ölü eşitsin deyə, ərəb dilində anlasın deyə oxumur. Qurani-Kərim bilirsiniz ki, oxumaq eyni zamanda ibadət hesab olunur və xeyir əməl hesab olunur, ehsan hesab olunur. Ehsan deyərkən ancaq yemək nəzərdə tutulmur İslam dinində. Yaxşılıq deməkdir ehsan və həmçinin Quran oxumaq da yaxşılıqdır. İnsan öldükdən sonra onun əməl dəftəri bağlansa da bir neçə xeyir əməllər var ki, onlar onun savab dəftərinə qeyd olunur və dünyasını dəyişəndən sonra da ona axirət dünyasında onun savabı çatır. Bunlardan biri sədəqədir və bir də ki, qeyd etdiyimiz kimi, bax, bu cür xeyir əməllərdir. Məsələn, Qurani-Kərimi oxuyub, ondan hasil olan savabı həmin mərhumun ruhuna hədiyyə etməkdir. Yəni, bu Qurani-Kərim onun üçün oxunmur ki, ölüb bunu eşitsin, təfsirini, tərcüməsini başa düşsün və yaxud da ki, o ayələrdən ibrət götürüb o dünyada yenidən hidayət olunsun. Baxmayaraq ki, insan öldü, canı çıxandan sonra artıq onun əməl dəftəri də bağlanır, onun tövbə etməsi də, yoluna qayıtması da artıq gec hesab olunur. Ona görə bu məsələ tamamilə yanlış məsələdir. Amma məsələnin ən əsas tərəfi ondan ibarətdir ki, bu işi Peyğəmbərimiz edib ya etməyib. Bax, məsələ buradadır ki, Peyğəmbərimiz bu işi etməyib. Məzar başında və yaxud da ki, yas məclisi təbii ki, o dövrdə olmurmuş. Yəni, məzar başında ancaq mərhum üçün dua edilib. Şübhəsiz ki, müxtəlif dualar var, həm bu deyək ki, Peyğəmbərdən nəql olunan dualar var və yaxud da ki, dua deyərkən hər kəs öz Rəbbinə, öz yaradıcısına istədiyi formada, istədiyi şəkildə həmin mərhumun ruhunu şad etmək üçün, həmin mərhumun günahlarını bağışlaması üçün Allahdan dua edə bilər, Allahdan ricada buluna bilər. Ancaq Qurani-Kərimin yas məclisində oxunması məsələsinə gəldikdə isə, bəli, əvvəldə vurğuladım, Qurani-Kərimin yasda oxumaq olmaz, qəbristanlıqda oxumaq olmaz deyə də bir qadağa yoxdur. Ancaq bu o şəkildə olmalıdır ki, insanlar bu Qurani-Kərimdən bəhrələnsinlər. Tutaq ki, ölü üçün oxundu, onun savabı tapşırıldı ölünün ruhuna, ölü bundan bəhrələndi. Ancaq diri insanlar onu başa düşmədilər. Tutaq ki, bizim ölkəmizdə qəbristanlıqda din xadimləri Yasin surəsini tilavət edirlər. Və yaxud da yas məclislərində tilavət edirlər, insanlar da 15 dəqiqə, 20 dəqiqə ya səbirlə, ya səbirsizliklə onu gözləyirlər. Səbirsizliklə niyə görə deyirəm? Çünki onun tərcüməsini başa düşmədiklərinə görə bəzən də səbirsizlənirlər. Bax, bu artıq düzgün məsələ deyil. Qurani-Kərim oxunursa o tərcümə olunmalıdır. Mənası insanlara anladılmalıdır ki, ondan yaxşı ölü bəhrələndi savabından. Bəs diri nədən bəhrələnməlidir? O ərəb dilində oxunur, insanlar onu başa düşmürlər. Odur ki, ərəb dilini bilən din xadimlərimiz vacibdir ki, oxuduğu Qurani-Kərimin surəsini insanlara, cəmiyyətə, bu məclisdə iştirak edən adamlara anlatsınlar. Yox, əgər mənalarını bilmirlərsə, artıq onu Azərbaycan dilində oxumaq lazımdır. Çünki bu Qurani-Kərim oxumaq deyə vacib bir əməl yoxdur, nə ölü üçün, nə diri üçün. Yəni, Qurani-Kərim oxumaq yas məclisində və yaxud da qəbir üstündə bu vacibi hökm deyil. Bu sadəcə savab olan bir məsələdir. Heç buna müstəhəb hökm də demək olmaz. Çünki bu müstəhəb hökm deyilmiş olsaq, gərək şəriətdən, Qurandan, Peyğəmbər sünnəsindən ona dair bir dəlilimiz olsun. Və bu dəlil də yoxdur. Bir neçə hədis var. Bunları da zəif hesab edirlər ki, ölülərinizə Quran oxuyun. Bunu da bəziləri bildirir ki, Yasin oxuyun daha doğrusu. İnsan ölərkən, can verərkən bu oxunmalıdır ki, insanın imanı kamil olaraq dünyadan köçsün. Şübhəsiz ki, o da mənası anladılaraq oxunmalıdır. Yoxsa can verən insanın yanında hər hansı bir surəni oxu, o mənasını başa düşməyəcək onu. Odur ki, Qurani-Kərimin mənası, məğzi, tərcüməsi, istər Yasin surəsi olsun, istər digər surələr olsun, bu yas məclislərində din xadimləri mütləq onun mənasını insanlara izah etməlidirlər, çatdırmalıdırlar. Məcbur deyil surəni tam oxuyasan, lap bir səhifəsini oxu, amma onun tərcüməsini insanlara çatdır. Yox, əgər bu mümkün deyilsə, onda mütləq tərcüməsi deyilməlidir. Ərəbcəsini oxumağa heç ehtiyac yoxdur. Çünki zaten qeyd etdim ki, bu dinimizdə, şəriətimizdə yoxdur. Bu onsuz da xeyir müstəhəb əməllərdən biridir. Ancaq bu ərəbcə oxuyub cəmaatın bunu başa düşməməsi artıq bir problemə çevrilir. 21-ci əsrdə yaşayırıq, insanlarımız müasirləşir.
hansı zəmanədədir ki, başa düşmədiyin bir şeyə oturub qulaq asasan. Bunu da Allahın boynuna qoyasan ki, sanki bu Allahın göstərişiymiş kimi. Dinimizdə, şəriətimizdə belə bir məsələ yoxdur. Quran özü buyurur ki, Allah Teala Quranda buyurur ki, təfəkkür edin, düşünün, oxuyun. Quranın birinci ayəsi oxumağa əmr edir, təşviq edir. Ona görə mənası başa düşülməyən bir şeydən insanlara fayda yoxdur. Onun mənası anladılmalıdır. Əks halda da qeyd etdiyim kimi vacibdir ki, insanlara, din xadimləri Quran-ı Kərimin tərcüməsini oxusunlar. Və mən inanıram ki, insanlar səbirlə və həvəslə o, deyək ki, tərcüməsinə Quran-ı Kərimin qulaq asacaqlar həmin məclislərdə. Ancaq indi necədir? Molla Yasin surəsini oxuyur, heç kəs də ona, əksəriyyətdə bəzi yerlərdə indi qulaq asırlar, çox zaman qulaq asmırlar və onları da qınamalı deyil. Çünki mənasını başa düşmürlər. Mənasını başa düşmədiyinə görə də insan sıxılır və qulaq asa bilmir. Odur ki, vacibdən vacibdir. Quran-ı Kərim əgər oxunursa, yas yerində indi adətimizə görə da bu formalaşıbdır. Həm də bunun bir qeyri-adi bir qəbahəti olmadığına görə, hərçənd ki, bunu nəhy edənlər də var, bunu şirk, bidət hesab edənlər də var ki, Quran oxunmamalıdır filan olmalıdır. Bu tamamilə kökündən yanlışdır. Yəni elə bir məsələ yoxdur. Quran ölü üçündə, bütün bəşəriyyət üçündür. Bəzən deyirlər Quran ölü üçün deyil. Quran həm ölü üçündür, həm diri üçündür, həm canlı üçündür, həm cansız üçündür. Bütün bəşəriyyət üçündür Quran. Quran xəstəliyə şəfadır. Quran deyək ki, azmışlara nicat yoludur. Bu baxımdan, yəni Quran-ı Kərimin oxunmasının heç bir problemi yoxdur. Əksinə bu savablı bir işdir. Qəbristanlıqda da Quran oxumaq olar. Deyək ki, müxtəlif məclislərdə də oxumaq olar, toyda da Quran oxumaq olar, yasda da Quran oxumaq olar. Ancaq qeyd etdiyim kimi yerində və məqamında olmalıdır. Bu insanlara faydası toxunacaq şəkildə olmalıdır. Faydası dəyməyəcək şəkildə oxunan Quran bir növü Quran-ı Kərimi də hörmətdən salmaqdır və insanlar arasında da dinə ikrah yaratmaqdır. Odur ki, ya ərəbcə oxunursa tərcüməsi mütləq insanlara çatdırılmalıdır və yaxud da ərəbcəsi oxunmadan yalnız Quran-ı Kərimin, həmən oxunan surənin tərcüməsi, mənası, məğzi insanlara izah edilməlidir. Ki, bilməyənlər qoy bilsin ki, bu Quran-ı Kərimdə nədən bəhs olunur? Məsələ bundan ibarətdir.